Maraqlı bir dənə sualdır. Bu sualda baha izahına görə nə deyir? Deyir ki, sxemdə V və S nöqtələri arasında havanın temperatür fərqi 4,5 dəfə təşkil edir. Baxın, yazıram B və C 4,5 dəfə temperatur fərqi var. Bizə verilənlərə baxın görə nə verilir. Sonra deyir ki, miqyas 1 bölünsün 50 milyondur. Buradan da miqyas yazıram. 1 bölünsün, deməli 50 milyon. Yazıq 50 milyonumuzu. Deyir, A nöqtəsindən mənbəni A nöqtəsindən götürən çayın uzunluğu 7 cm olarsa, orta meyilliyini hesablamaq tələb olunmuş. Buranın da çayın uzunluğu 7 cm-dir. Yəni, xətəşi məsafə bərabər 7 cm uşaqlar. Daha bilirik. Deyir ki, neyək? Bunun çayın orta meyilliyini hesablayın. Uşaqlar, burada ilk öncə meyilli tapmaq üçün bizə nə lazımdır? Baxın, birinci ona baxmaq lazımdır. Biz çayın meyilini tapmaq üçün deməli, M bərabərdir, D bölünsün, L-i tapmalıyıq. Düzdür uşaqlar. D nədir? Düşmə. L nədir? Uzunluq. Düzdür? Uşaqlar, düşməni tapmaq üçün bizə mənbə ilə mənsəb arasında fərq lazımdır. Çayın mənsəbinin bir uşaqlar dənizdir, yəni 0 metrdir. Tapmalıyıq mənbəyi. Görək bunu tapa bilir uşaqlar. Sonra mənbə tapmaq üçün biz burada istifadə edəcək bu temperatur məsələsindən. Çünki 2 mənbə arasında temperatura baxsaq, biz demişdik ki, 1000 metrdə nə qədər fərq var uşaqlar? 6 dərəcə. Əgər 4,5-dirsə buradan, x edə bilərəm buradan. Bu x bərabərdir nə olacaqlar? 4,5 vurulsun 1000-ə, düzdür yoldaşlar, bölünsün 6-ya. Uşaqlar, 6 ilə 1000 gedir, burada 2-yə qalır 500, düzdür. Burada qalır 3. Bu 3-dən 4,5 edir, burada qalır 1,5. Düzdür uşaqlar. İndi bu 500-ü də 1,5 buranda olur 750. Uşaqlar, deməli, B ilə S arasında 750 metr fərq var. Düzdür. İndi bax uşaqlar bura. 1, 2, 3-dən kəsmə yüksəkliyi var. Mən 750-ni 3-ə bölsəm, düzdür, nə qədər düşür uşaqlar? 250 metr. Deməli, kəsmə yüksəkliyi nə qədər? 250 metr təşkil edir uşaqlar. Düzdür. Baxın bura. İndi nə olacaq? Bura 0 uşaqlar, burada 250, düzdür. Bura 500, bura 750. İndi biz nə demişdik? Demişdik ki, bir-birini əhatə eləməyən iki qonşu horizontal hündürlüyə indir. Əgər bu 250 uşaqlar, bu da 250-dir. Düzdür. Çünki bunun da burasının bir dənə kəsmə yüksəkliyi var. 250. İndi artı uşaqlar. Bura 500, 750, 1000, 1250, sonra nə qədər? 1500, düzdürmü? Bu da olur 1750. Deməli, çayın mənbəyi 1750-dir. Mənsəbi nədir? 0-dır. Düşmə nə oldu? 1750. Çünki niyə? Mənbə ilə mənsəb arasında fərqdir. 1750 çıx 0, nə oldu? 1750. Yəni, bizim buradan M bərabərli D bölünsün düsturumuzdan D-ni tapdıq. 1750. Düzdür yollarsa. İndi tapmalıyıq uşaqlar L-i. L nədir? Çayın uzunluğudur. Düzdür. İndi baxın. L tapmaq üçün də bizə xəttəki məsafəmiz var, 7 cm göstərilir buradan bura məsafəni. Və bir də miqyasımız var. Buradan həqiqi məsafəni tapmaq üçün nə edəcək uşaqlar? Yəni 7-ni vuracaq nəyə? 1, 2, 3, 4, 5, 7, 500-ə. Niyə? Həqiqi məsafə bərabər nəyə? Xəttəki məsafə vurulsun miqyasının kəmiyyəti, yəni 500. 7 vurulsun 500 nə edir uşaqlar? 3500, düzdür? Haraya da bu? 7 vuraq 500-ə 3500 edir. Doğrudur. Hə, elə də olacaqlar deməli 3500. Uşaqlar, deməli D bölünsün L. 1750 bölünsün 3500-ə. Bu da necə eləyir? Yoldaşlar, 0-dan, hə? 10-da 5 metr bölünsün, deməli kilometr. Deməli, doğru cavabını uşaqlar 0-dan 10-da 5 metr bölünsün kilometr. Bunu izahı bu uşaqlar, doğru cavabımız da deməli, hə, bu açıq testdir. Doğru cavabımız elə 0,5 metr bölünsün kilometr kimi qeyd edirik.